Salam, hörmətli müəllimlər, dəyərli müdavimlər. Bu videoda bütün fənlərə aid olan inteqrasiya suallarının izahına baxacağıq. Həm izaha baxacağıq, eyni zamanda da inteqrasiya mövzusunu təkrarlamış olacağıq. Məsləhət olar ki, bütün fənnə aid olan inteqrasiya suallarının video izahına baxasınız. Yəni, ancaq öz fənniniz yox, digər fənlərdə baxsanız daha yaxşıdır. Çünki həm Mİ imtahanında, həm də sertifikasiya imtahanında 100% düşən mövzulardan biri elə inteqrasiyadır. Bu suallarla bir yerdə elə inteqrasiyanı həm təkrarlayarıq, həm də daha təkmil şəkildə öyrənərək inşallah. Yəni, başlayaq. İlk fən burada biologiya olduğu üçün biologiya ilə başlayaq. Müəllim şagirdlərə müxtəlif iqlim qurşaqlarında yayılmış bitki növləri haqqında məlumat verir və dünya xəritəsi üzərində ekvatorial, mülayim və qütb iqlim zonalarını göstərir. Konkret olaraq, yəni ekvatorial, qütb iqlim zonalarından söhbət getdiyi üçün biologiya fənninin testini işləyirik hal-hazırda, çünki bitki növlərindən danışır. Bir hissəsi biologiyadır. Digər hissəsi hansı fənnə aiddir? Ekvatorial, mülayim, qütb iqlim zonalarından söhbət gedirsə, bu da coğrafiyaya aiddir. Bitki örtüyünün niyə fərqli olduğunu izah etməyə və iqlim amillərinin canlıların yayılmasına təsir barədə nəticə çıxarmağı tapşırır. Uzun sözün qısası, biologiya fənni ilə coğrafiya fənni arasında əlaqəni soruşur. İnteqrasiya növü hansıdır? 2 və daha artıq fənnin əlaqəsi. İki fənn burada avtomatik olduğunu gördük. Hansı inteqrasiya oldu? Fənlər arası inteqrasiya. Bəli, düzgün cavabımız oldu A variantı. Baxırıq ikinci suala. Şagirdlərə tapşırılır ki, məktəbin həyətində və ya evlərin ətrafında rast gəlinən 2 fərqli bitki növünü seçsinlər. Onlar bu bitkilərin böyüdüyü mühit şəraitini müşahidə etsinlər. Bitkilərin yarpaqları, quruluşu, xarici görünüşündəki fərqlərini qeyd etsinlər və fərqlərin mühitlə necə əlaqəli ola biləcəyini izah etsinlər. Baxın, dəyərli müdavimlərimiz, bu sualın içində, baxın, sual buradan başladı, bura qədər sonlandı. Burada biologiyadan başqa bir fən gördünüz. Biologiyadan başqa bir fən gördüyümü görmədik. Bitki xüsusiyyətlərindən danışır, onların yarpağın quruluşundan danışır, xarici görünüşündən danışır, yarpaqlar arasındakı fərqdən danışır və s. Bu ancaq və ancaq biologiya fənnindən söhbət gedir. Deməli, bu fən nədir? Fən daxili. Bir də baxın, dəyərli müdavimlərimiz, əgər birinci cümlədə siz səhvən bunu fənüstü götürmüsünüzsə, bu fənüstü deyil. Məktəbin həyətində və evlərin ətrafında rast gəlinir. Burada real həyatı problem həll olunmayıb, deyək ki, fənüstü götürəsiniz. Real həyatı bacarıq formalaşmayıb. Adicə biologiya fənnində də, yəni məktəbin ətrafında və yaxud evin ətrafında rast gəlinən bitki növlərinə baxırıq. Bu elə biologiya fənnindədir. Deməli, bu fən daxilidir. İndi fən daxilini daha dəqiq baxsaq ki, şaqulidir yoxsa üfüqidir. Canlılar və ətraf mühit, eyni zamanda bioloji proseslər, yəni yarpaqlarda olan müəyyən fərqlərə və s. baxırlar. Bu iki fərqli məzmun xəttinə aiddir. Bu üfüqi inteqrasiyaya aiddir. Yəni, ixtisası biologiya olan müəllimlər artıq daha dəqiq tapmalıdır ki, bu şaqulidir yoxsa üfüqidir. İki fərqli məzmun xəttindən söhbət gedirsə, bioloji proseslərdən, canlı və ətraf mühitdən söhbət gedir. Bu fən daxili vergülü üfüqi inteqrasiyaya aiddir. Düzgün cavabımız oldu D variantı. Baxırıq üçüncü suala. Şagirdlərdən müxtəlif canlılarda, balıq, quş və ya məməlilərdən fərqli təbii zonalarda tənəffüsün necə baş verdiyini müqayisə etmələri tələb olunur. Onlar bu canlıların yaşadığı mühit xüsusiyyətlərini nəzərə alaraq tənəffüs orqanlarındakı fərqlərin hansı funksional üstünlük yaratdığını müəyyənləşdirməli və bu uyğunlaşmaların canlıların yaşamasına necə xidmət etdiyini əsaslandırmalıdır. Baxın, dəyərli müdavimlər, fərqli təbii zonalardan söhbət gedir. Deməli, bu coğrafiya fənninə də keçid eləmişik. Biologiya olduğu üçün biologiya var burada. Həmçinin, baxın, biologiyaya aid daha dəqiq tapsaq ki, bu fən daxilidir, biologiyadır. Daha dəqiq tapsaq hansı məzmun xəttidir? Şaqulidir yoxsa üfüqi? Canlıların quruluş müxtəlifliyindən danışır. Daha sonra biologiya digər məzmun xəttlərindən biri canlılar və ətraf mühitdən söhbət gedir. Ətraf mühitin funksiyalarından və s. danışır. Bu fən daxili üfüqi inteqrasiyaya aiddir. Eyni zamanda da fənlər arası. Həmin canlıların balıqdır, quşdur, məməlilərdir, fərqli təbii zonalarda tənəffüsü necə baş verir, hansı ərazidə tənəffüs prosesi necə baş verir, suyun altında qəlsəməklə tənəffüs edir, havada ağciyərlə tənəffüs edir və s. və s. Deməli, söhbət nədən gedir? Coğrafiyadan söhbət gedir, yəni təbii amillərdən, daha sonra təbii zonalardan söhbət gedir. Eyni zamanda da biologiyadır, fərqli məzmun xəttlərindən, canlıların quruluş müxtəlifliyi, canlılar və ətraf mühit, bu biologiyanın iki fərqli məzmun xəttinə aiddir. Fən daxili, üfüqi inteqrasiya. Əslində onu soruşmurdular bizdən, amma biz yenə də daha ətraflı şəkildə izah elədik. Burada yəni daha dəqiq desə üfüqi inteqrasiyadır. Düzgün cavabımız oldu A variantı. Baxırıq dördüncü suala. Son günlərdə
Məktəbin bir neçə şagirdi dərsdə tez yorulduqlarını, idman dərsində nəfəs darlığını yaşadıqlarını və digər dərslərə cəlb olmaqda çətinlik çəkdiyini deyirlər. Şagirdlər bu məsələni həll etmək üçün sağlam həyat tərzi və fiziki aktivliyi ilə bağlı araşdırma aparır, riskli halları müəyyən edir və sağlam həyat tərzi ilə bağlı rejim hazırlayırlar. Biz demişdik, real həyati problemlər həll olunur, şagirdlərdə real həyati bacarıqlar formalaşırsa, bu hansı inteqrasiya idi? Bəli, dəyərli müdavimlər, fənn üstü. Baxın, real həyatı problemi həll edirlər uşaqlar. Uşaqlar deməli, məsələni həll edirlər, deyirlər ki, dərsə gəlirik, dərsə tez yoruluruq, idman dərsinə nəfəs darlığı müşahidə edirik və s. belə bir hallar olur. Sonra uşaqlar nə edirlər? Bu məsələni həll etmək üçün sağlam həyat tərzi və fiziki aktivlik ilə bağlı araşdırma aparır, riskli halları müəyyən edir və eyni zamanda da sağlam həyat tərzi ilə bağlı bir rejim hazırlayır. Şagirdlərdə həyati bacarıqlar formalaşır, real həyati problemləri həll edirlərsə, bu hansı inteqrasiyadır? Fənn üstü inteqrasiyaya aiddir. Bəli, düzgün cavabımız oldu B variantı. Daha sonra baxırıq fizikaya. Davam edirik fizika fənninə. Şagirdlərdən laboratoriya işi zamanı elektrik cərəyanının metal, maye və qaz mühitlərində necə yarandığını müşahidə etmələri, buna əsaslanaraq cərəyanın hansı mühitdə daha asan, hansı şəraitdə daha çətin keçdiyini ümumiləşdirib nəticə çıxarmaq tapşırılır. Baxın, dəyərli müdavimlərimiz, sual buradan bura qədər davam elədi. Burada fizikadan başqa nəsə gördük? Görmədik. Elektrik cərəyanından, metaldan, maye, qaz mühitindən söhbət getdi. Cərəyanın hansı mühitdə daha asan, hansının daha çətin keçdiyini, yəni cərəyandan və s. söhbət getdi. Bu fizika fənnindən söhbət getsə. Bu fənn daxilidir. Hələ ki biz fizika fənnindən gördük, yəni şərt qutarda biz ancaq və ancaq fizika fənnini gördük. Eyni zamanda da fizikada fərqli, indi bizə lazımdır ki, şagirddir yoxsa üfüqidir. Bu fizikada iki fərqli məzmun xəttini ixtisasi fizika olan müəllimlər daha dəqiq biləcəklər. Burada fiziki hadisələr, fiziki qanuna uyğunluq məzmun xətti ilə maddə sahələri, qarşılıqlı təsir, həmin yəni iki fərqli məzmun xəttindən söhbət getdiyini görə bilərik. Fərqli məzmun xəttlərindən söhbət gedirsə, bu fənn daxili üfüqi inteqrasiyaya aiddir. Yəni yuxarı sinif, aşağı sinif məsələsi yoxdur. Çətin məlumatlar, sadə, çətin biliklər arasında əlaqə yoxdur. Yəni yuxarı sinifdə öyrəndiklərimizi aşağı siniflərlə inteqrasiya eləyək, sadə mürəkkəbə doğru hərəkət eləyək. Elə bir şeylər olanda bir şagirdi götürə bilərik. Burada yəni şagirdən söhbət getmir, bu fərqli məzmun xəttlərindən söhbət gedir. Ona görə fənn daxili üfüqi inteqrasiyaya götürə bilərik. Düzgün cavabımız oldu D variantı. Baxırıq ikinci suala. Məsafə və zaman göstəricilərinə əsaslanaraq sürəti hesablayın və nəticəyə görə cismin hərəkətinin xarakterini müəyyən edin. Yəni ki, cismin hərəkətini müəyyən edin və onun sürətini hesablayın. Vurun, toplayın, çıxın, bölün, həll edin, cismin hərəkətini tapın. Riyaziyyatla fizika fənni arasında əlaqə yaradırıq. Yəni hansı inteqrasiyadır? Fənlər arası inteqrasiya. Düzgün cavabımız oldu B variantı. Davam edirik üçüncü sualdan fizika fənninə aid olan. Verilmiş nüvə bölünməsi və sintez reaksiyası zamanı ayrılan enerjini hesablayın. Reaksiyada kütlə defektini necə yarandığını izah edin. Həmçinin başlanğıc və son məhsulları maddələrin çevrilməsi baxımından müqayisə edərək bu çevrilməni enerji ayrılması ilə əlaqəsini açıqlayın. Baxın, dəyərli müdavimlərimiz, maddələrin çevrilməsi, ikinci cümlədə hətta baxın yazıb, reaksiya gedir, reaksiya baş verir, maddələr bir maddə başqa maddəyə çevirir, burada bir reaksiya gedir. Reaksiyadan söhbət getdiyi üçün tutaq ki, bu olsun kimya fənnidir. Və eyni zamanda nüvədən söhbət gedir, nüvə bölünməsindən söhbət gedir. Bu bayaq elə onsuz fizika fənnini işləyirdi. Fizika və kimya fənnin adını tapmaq məcburiyyətində deyilsiniz ki, bu kimyadır və yaxud başqa bir fəndir. Ən azı görürsünüz ki, fizika fənnindən artıq digər fənlərə keçid eləmişik. İnteqrasiya növü nə olacaq? Fənlər arası inteqrasiya olacaq. Bəli, düzgün cavabımız oldu B variantı. Baxırıq dördüncü suala. Məktəbdə bəzi yerlərdə su kranlarının tam bağlanmaması və sızma nəticəsində gündəlik olaraq böyük miqdarda su itkisi baş verir. Yəni su israfçılığına yol verir. Bu həm su israfına, həm də əlavə xərclərə səbəb olur. Problemi aradan qaldırılması üçün araşdırma aparılması, texnoloji həll yollarının hazırlanması lazımdır. Baxın, dəyərli müdavimlərimiz, real həyatı problem həll olunurmu burada? Bəli. Hansı problemdir? Su ilə bağlı israfçılıq var. Onu aradan qaldırmaq üçün biz problemi həll eləməliyik. Araşdırmalar aparmalıyıq və problemi həll eləməliyik. Deməli, hansı inteqrasiyadır bu? Real həyatı problemləri həll eləyiriksə, bu fənnüstü inteqrasiyadır. Bəli, düzgün cavabımıza aiddir C variantı.
Daha sonra davam edir. Yəni bu sualları hər dəfə fənlərdə bu fənn üstü inteqrasiyanı görəndə, digər fənlərdə tətbiq eləyəndə artıq inanıram ki, fənn üstü ilə bağlı heç bir probleminiz qalmayacaq. Yəni şərti oxuyanda görürsünüz ki, burada real həyatı problem həll olunur. Deməli, fənn üstü inteqrasiyadır. Davam edirik informatika fənni ilə. Deməli, informatikanın birinci sualına baxırıq. Şagirdlər regiona aid coğrafi məlumatları GIS proqramında xəritə üzərində yerləşdirir, məlumat qatlarını təhlil edir. Nəticələri verilənlərin emalı və vizuallaşdırılması baxımından qısa şəkildə izah edirlər. Deməli, dəyərli müdavimlərimiz, coğrafi məlumatları xəritə üzərində yerləşdirilir. İnformatika ilə coğrafi fənni arasında proqramların adları belə çəkilir burada. İnformatika və coğrafi fənlərindən söhbət getdiyi üçün inteqrasiya necə olacaq? Bəli, dəyərli müdavimlər, fənlər arası inteqrasiya düzgün cavabımız olacaq B variantı. Daha sonra ikinci suala baxırıq. Şagirdlər məktəbdə bir ay ərzində keçirilən tədbirlərin adlarını, tarixlərini siyahı şəklində qeyd edirlər. Bu siyahını qruplaşdıraraq, məsələn, tarixə, tədbirin növünə görə sistemli informasiya halına salırlar. Daha sonra həmin informasiyadan istifadə etməklə müəyyən tarixdə keçirilən tədbiri TAP əməliyyatını izah edən sadə alqoritm tərtib edirlər. Burada informatika fənninin fərqli məzmun xəttlərindən söhbət gedir. Misal üçün, informatikada fərqli məzmun xəttlərindən biri elə formalaşdırma, modelləşdirmə, alqoritmləşdirmədir. İki fərqli məzmun xəttindən söhbət getdiyi üçün deməli, bu fənn daxilidir. Yəni, informatika fənnindən hələ ki kənara çıxmamışıq da. Sualın şərti başlayandan axırına qədər informatikada bir proqramın içində biz sütunlar, sətirlər yerləşdiririk. Tarixə görə, tədbirin növünə görə həmin məlumatlar həmin cədvəl, Excel cədvəlin içində yerləşdiririk. Bu informatika fənnidir. Bu fənn daxilidir. Fərqli məzmun xəttlərindən də söhbət getdiyi üçün bu nəyə aiddir? Üfüqi inteqrasiyaya aiddir. Yəni, alqoritmləşdirmə, eyni zamanda kompüterdə informasiyanın daxil olunması, üçüncü məzmun xəttləri informatikada. Düzgün cavabımız oldu. Fənn daxili vergül, üfüqi inteqrasiya. Davam edirik üçüncü sualla. Şagird əvvəlcə dəyişənlərdən və şərt deyimlərindən istifadə edərək sadə parol yoxlama alqoritmini qurur. Baxın, dəyərli müdavimlərimiz, bayaq öncəki fənləri izah eləyəndə orada demişdim, inteqrasiya növünü tapmağın rahat yolu. İndi görün, burada tapacaqsınız siz. Sadə parol yoxlama alqoritmini qurur. Daha sonra proqramda sətir tipli verilənlər, məntiqi ifadələrdən istifadə etməklə parolun uzunluğunu, böyük və kiçik hərflərin, rəqəmlərin, xüsusi simvolların mövcudluğunu yoxlayan daha təkmil proqram hazırlayır. Baxın, dəyərli müdavimlər, yəni əvvəl inteqrasiya növünü tapaq. Hansı fəndən söhbət gedir? İnformatika fənnindən. İnformatika fənnindən kənara çıxdığını gördüm mən burada. Başqa fənnin adını gördük, biz burada görmədik. Deməli, bu informatikadır. Bu fənn daxilidir. İndi dəyərli müdavimlər, fənn daxilində iki növ var. Biri şagirddir, biri üfüqi inteqrasiyadır. Hansı birinə aiddir bu? Baxın, əvvəl sadə parolu yoxlamağı öyrənmişik. Daha sonra sətir tipli verilənlər, mətin tipli verilənlər, parolun uzunluğu, böyük hərf, kiçik hərf, sadədən mürəkkəbə doğru artıq biz hərəkət eləyirik. Sadələri öyrənirik, sonra yuxarı siniflərə qalxdıqca artıq mürəkkəbləri öyrənirik. Hansı inteqrasiyadaydı o? Bəli, dəyərli müdavimlərimiz, şaguli inteqrasiyadaydı. Ən rahat tapmağın yolu budur da. Yəni, sadə məlumatlar öyrənirik. Yuxarı siniflərə qalxdıqca artıq mürəkkəb məlumatları öyrənməyə başlayırıq. Fənn daxili vergül hansı olacaq? Şaguli inteqrasiya. Düzgün cavabımız oldu Y variantı. Bu öyrəndiklərimizi, bu təkrar etdiklərimizi qarşıda olan digər fənlərdə tətbiq edəndə daha rahat olacaq sizlər üçün. Daha sonra dördüncü suala baxırıq. Şagirdlərə köhnəlmiş elektron cihazların düzgün məhv edilməsinin əhəmiyyəti haqqında məqalə təqdim olunur və mövzu üzrə araşdırma işi aparmağa tapşırılır. Daha sonra onlar istifadə olunmayan telefon, planşet, kompüterlər kimi elektron tullantıların təhlükəsiz və düzgün zərərsizləşdirilməsi ilə bağlı layihə hazırlayırlar. Yəni, bunlar ətraf aləmə, ətraf mühitə təhlükə törətməsinlər. Onları zərərsizləşdirməklə bağlı bir layihə hazırlayırlar. Deməli, burada şagirdlərdə ətraf mühitlə bağlı, real həyatı bir problem həll edirlər ki, yəni bunlar atılanda o, yəni ekologiyamızı çirkləndirməsin. Real həyatı problemlər həll olunursa, dəyərli müdavimlər. Hansı inteqrasiya idi bu? Bəli, fənnüstü inteqrasiya. Düzgün cavabımız oldu D variantı. Daha sonra baxırıq riyaziyyat fənninə. Davam eləyək riyaziyyat fənninə. Müəllim şagirdlərə bərabər sürətli hərəkət edən cismin müəyyən zaman intervalında
qət etdiyi məsafəni göstərən cədvəl təqdim edir. Hələ ki, riyaziyyat fənnindəyik, hərəkət edib, başqa fənni hələ keçməmişik və onlardan bu məlumatlara əsasən sürəti hesablamağı, məsafə zaman qrafikini qurmağı, grafikə əsasən cismin hərəkət xarakterini, cismin sürəti, cismin hərəkət etmə xarakteristikası hansı fəndə keçid elədik? Fizika fənninə keçdik. Cümlənin əvvəli bərabər sürətli hərəkət, hesablamaq və s. var idi. Sonra cismin hərəkətindən söhbət getdiyi üçün bu da fizika fənninə də hərəkət etdik. Deməli, inteqrasiya növü nə olacaq? Fənlər arası, riyaziyyatla elə bir fizika fənlər arasında əlaqə qurduq. Düzgün cavabımız oldu C variantı. Baxırıq ikinci suala. Müəllim şagirdlərə 2 metr uzunluqda olan taxta parçasını hər bir, bu 2 metr olan bir parçadır. Taxta parçası hər biri 25 sm olan, balaca 25 sm-li bərabər hissələr bölünəcəyini bilin. İndi uşaqlar ölçməlidir ki, buradan bura 25 olsun, buradan bura 25. İndi mən ölçürəm 25, 25, 25, 25. Belə böldüm mən bunları. Şagirdlər əvvəlcə taxtanın uzunluğunu santimetr çevirməyi, deməli ölçməliyik bunu. Görək burada nə qədər var. Sonra onu biz nəyə çevirməliyik? Santimetr çevirməliyik. Daha sonra neçə hissəyə bölünəcəyini hesablamalıdır. Baxın, dəyərli müdavimlərimiz. Sual başlayandan qutarana qədər hansı fəndən söhbət getdi? Tutaq ki, biz burada riyaziyyat sözünü görməmişik. Bu adi sual. Tutaq ki, sual belə başlayırdı. Bu hansı bir sınağın içindədir. Burada ancaq və ancaq hansı fəndə gördünüz? Ancaq riyaziyyatdan söhbət getdi. Bu riyaziyyatsa deməli fən daxilidir. İndi görək fən daxilinin şarqulisinə aiddir, yoxsa üfüqi inteqrasiyasına aiddir. Baxın, dəyərli müdavimlərimiz, ixtisasi riyaziyyat olan müəllimlər daha dəqiq biləcək bunu. Burada ölçmələr, yəni riyaziyyatın məzmun xəttlərindən söhbət gedir bu, yəni situasiyada. Ədədlər və əməllərdən gedir. Çünki daha doğrusu hesablamaqdan söhbət gedir. Ədədlər, əməllər. Bir də 4-cü məzmun xətti ölçmələrdən söhbət gedir. İki fərqli məzmun xəttindən söhbət gedirsə, hansı inteqrasiya idi? Bunu dərsdə dəfələrlə bildirmişdik. Fən daxili üfüqi inteqrasiya. Düzgün cavabımız oldu D variantı. Elə bir ədədlər, əməllər üzərində işləyirsiniz, toplayırsınız, hesablayırsınız, eyni zamanda da ölçürsünüz. Buradan bura ölçürük, görək nə qədərdir. Sonra onu 25 sm hissələrə ayırırıq. Deməli, düzgün cavabımız oldu fən daxili üfüqi inteqrasiya. Daha sonra baxırıq 3-cü suala. İxtisasınız riyaziyyat olmasa da, amma situasiyaların mənasını başa düşüb rahat şəkildə tapa bilərik. Baxırıq 3-cü suala. Müəllim şagirdlərə dəyişənli ifadələr və bu ifadələrin ədədi qiymətlərinin tapılması ilə bağlı biliklərə əsaslanaraq dəyişənlər arasında asılılığı ifadə edən sadə xətti model qurmağı, həmin modeldən istifadə edərək verilmiş situasiyaya uyğun nəticə çıxarmağı. Baxın, dəyərli müdavimlər, söhbət nədən getdi? Ancaq və ancaq dəyişənli ifadələrdən, ədədi hesablamaqdan, dəyişənlər arasında asılılıqdan və s. ancaq fənnin içindən söhbət getdi. Yəni fən daxil, ancaq riyaziyyat fənnindən söhbət getdi. Aşağısında qeyd edilir, ancaq riyaziyyatdan söhbət getdi. Və eyni zamanda baxın dəyərli müdavim, indi şarquli üfüqi olduğunu belə tapa bilərsiniz. Sualı oxuyanda burada riyaziyyatın məzmun xəttlərinin olduğunu görmürük. Riyaziyyatın məzmun ədədlər, əməllərdir, cəbr funksiyadır, həndəsədir, ölçmədir, statistika ehtimaldır. Burada məzmun xəttlərini biz görmədik, gözümüzə dəymədi. Hətta belə tapa bilərsiniz. Bayaq dedik, sadədən mürəkkəbə doğru hərəkət edirik. Aşağı siniflərdən yuxarı siniflərə qalxdıqca sadədən mürəkkəbə doğru hərəkət edirik. Baxın, dəyərli müdavimlər, müəllim şagirdə dəyişənli ifadələri və bu ifadələrin ədədi qiymətinin tapılması ilə bir sadətdə dəyişənli ifadələr üzərində hesablamalar aparırıq. Biliklərə əsaslanaraq dəyişənlər arasında asılılığı ifadə edən sadə xətti model qurmağı və həmin modellərdən istifadə edərək verilmiş situasiyaya uyğun nəticə çıxarmağı. Baxın, dəyərli müdavim, sadədən mürəkkəbə artıq dəyişmə getdi. Sadədən mürəkkəbə doğru əvvəl dəyişənli ifadələri hesablamaq, sonra onlarla bağlı model qurmaq, sonra həmin modeli digər situasiyalara tətbiq edib nəticə çıxardırıq. Hansı inteqrasiya oldu? Ümid edirəm ki, artıq özünüz tapdınız. Fən daxili, bəli, şaquli inteqrasiya. Düzgün cavabımız oldu D variantı. Daha sonra baxırıq 4-cü suala. Şagird dərslərində geriləmə müşahidə edir. Bunun səbəbini araşdırdıqda gündəlik telefondan düzənsiz istifadə etdiyini müəyyənləşdirir. O, bu problemi həll etmək üçün gündəlik plan qurur. Gün ərzində dərsə və istirahətə ayırdığı vaxtı, həmçinin ekran qarşısına keçirdiyi vaxtı qeyd edir. Bu məlumatlar həftəlik analiz edir, orta vaxtı hesablayır, düzgün istifadə qrafiki hazırlayır. Yəni ki, dəyərli müdavimlər,
Real həyatı bir problemi həll edirik ki, gündəlik həyatında düzənsiz şəkildə telefondan istifadə edir. Bu problemi həll eləyir. Deməli, bu hansı inteqrasiyadır? Real həyatı bir problemdir də. Hal-hazırda real həyatımızda olan bəli, ən böyük problemlərdən biri telefon, planşet, kompüterlə daha çox vaxt keçirməkdir. Əgər biz onu həll eləyiriksə, deməli, real bir həyatı problemi həll edirik. O da hansı inteqrasiyadır? Fənnüstü inteqrasiya. Bəli, dəyərli müdavimlər, düzgün cavabımız oldu C variantı. Sualı daha çox təhlil edirəm ki, məndən öncə cavabı siz özünüz tapasınız. Davam edirik tarix fənni ilə. Deməli, birinci sualda qeyd olunub ki, tarix dərsində müəllim İpək yolunun əhəmiyyətini keçərkən şagirdlərə tacir rolunda çıxış etməyi tapşırır. Onlar marşrutu xəritədə planlaşdırır, səfər zamanı qarşılaşa biləcəkləri çətinlikləri yazılı şəkildə izah edir və bu yolun şəhərlərin inkişafına təsirini müzakirə edirlər. Söhbət nədən gedir dəyərli müdavimlərimiz? Tarix dərsindən söhbət gedir və eyni zamanda həmin marşrutu xəritə üzərində planlaşdırırlar. Xəritə ilə hərəkət edilir, həmin xəritə üzrə planlaşdırırlar daha doğrusu. Deməli, tarixlə coğrafiya fənni arasında inteqrasiya olduğu üçün hansı inteqrasiyadır? Fənlər arası. Bəli, tarixlə coğrafiya fənni arasında əlaqə qurur. Bu olur fənlər arası. Davam edirik, ikinci sualı oxuyaq. Şagirdlərə qədim Misrə aid xəritə və qısa mətn təqdim olunur. Onlar xəritəyə əsaslanaraq, elə birinci sualın bir növ sinonim kimi hələ ki davam edirik. Onlar xəritəyə əsaslanaraq qədim Misirin yerləşdiyi ərazini və Nil çayının bu ərazidə dövlətin formalaşmasına necə təsir etdiyini izah edirlər. Eyni zamanda verilmiş mətndən istifadə edərək qədim Misirdə mərkəzləşmiş hakimiyyətin yaranması səbəblərini müəyyənləşdirirlərdir. Baxın, dəyərli müdavimlərimiz. Söhbət nədən getdi burada? Onlar xəritə əsasında Misirin yerləşdiyi ərazisini tapırlar. Deməli, bu coğrafiya fənnində də hərəkət elədik. Bir tərəfi tarix, bir tərəfi coğrafiya. Bu oldu fənlər arası. Fənlər arası inteqrasiya olduğunu tapdıq və eyni zamanda da burada tarix fənninin fərqli məzmun xəttlərindən söhbət gedir. Həm məkan məzmun xəttindən söhbət gedir, həm Misir dövlətinin özündən söhbət gedir. Dövlət məzmun xəttindən, məkan məzmun xəttindən söhbət gedir. Yəni, iki fərqli məzmun xəttindən söhbət gedir. Ümumən, fərqli məzmun xəttlər arasında hərəkət ediriksə, o üfüqi idi, yoxsa şaquli idi? Məzmun xəttlər arasındakı inteqrasiyadırsa, bəli, o üfüqi inteqrasiya. Fənlər arası olduğunu tapdınız, dəyərli müdavimlər, variantla hərəkət edin. Fənlər arası tapdınız, fənlər arası. Tutaq ki, iki variantda fənlər arası vardı. İmtahanda sürətli variant tapmaq. Fənnüstü real həyatı problem həll elədi. Uşaqlar burada yox, tarixdə olan bir məlumatdır da. Ona görə düzgün cavabımız oldu fəndaxili üfüqi inteqrasiya. Düzgün cavabımız oldu C variantı. Davam edirik üçüncü sualla. Ona görə variant çıxmaq da burada çox önəmlidir. Yəni vaxt qazanırıq variant çıxanda da. Baxırıq üçüncü suala. Şagirdlərə Azərbaycan tarixində mühüm rol oynamış, biri erkən dövrə, digəri isə 19-cu əsrin birinci yarısına aid olan iki tarixi şəxsiyyət seçib, onların fəaliyyətindəki məqsədləri və həmin dövrün şərtlərini nəzərə alaraq onların daxili siyasətlə bağlı qərarlarını əsaslandırmaq. Dəyərli müdavimlər, sual buradan bura qədər davam edir. Hansı fəndən söhbət getdi? Tarixdən söhbət getdi, ancaq tarixdə olan erkən dövrdən, digər 19-cu əsrin birinci yarısı, tarixi şəxsiyyətlərdən söhbət gedir. Yəni, fən daxili inteqrasiyadan söhbət gedir, fən daxili inteqrasiyadır. Burada həm zaman məzmun xəttində görə bilərik, erkən dövrdən söhbət gedir, sonra biri 19-cu əsrin birinci yarısından söhbət gedir, tarixi şəxsiyyətlərdən də söhbət gedir, məzmun xəttlərdə gördüyüm üçün yenə də fən daxili üfüqi götürə. Yəni, fən daxili üfüqi də olsa götürə bilərsiniz. Düzgün cavabımız oldu A variantı. Daha sonra, məsəl üçün, D-də də fən daxili üfüqi vardı. Belə baxın, yalnız fən daxili üfüqi ilə A-nın da yanına üfüqi yazsaq, yenə də variant düz çıxmış olur onsuz da. Daha sonra, davam edirik dördüncü sualına. Yaşadığınız şəhərdə bir qədim qala və onun ətrafındakı tarixi ərazi turizmin inkişafı məqsədi ilə bərpa olunacaq. Şagirdlər həm ərazinin tarixi önəmini, həm mədəni, görün dəyərli müdavimlər, həm tarixi önəmindən söhbət gedir, həm mədəni irsin qorunması yollarını, həm də davamlı turizmi əks etdirən plan hazırlayırlar. Real həyati problemlər həll olunur. Turizmlə bağlı bu real həyati bir problemdir də. Yaşadığınız şəhərdə bir qədim qala və onun ətrafında tarixi ərazilər turizm inkişafı məqsədi bərpa olunur. Real həyatı bir problemi həll edirlər və bununla bağlı bir plan hazırlayırlar. İnteqrasiyanı tapdınız, fənnüstü inteqrasiyaya aiddir. Çünki real həyatı problemləri həll edirik. Fənnüstü inteqrasiyadır bu.
Eyni zamanda burada bir çox fənlərdən söhbət getdiyini görürsüz. Həm ekologiyadan söhbət gedir, həm mədəni irsdən söhbət gedir, həm tarixi faktlardan söhbət gedir. Bu fənlərarası inteqrasiya da var burada. Deməli, fənlərarası, fənüstü, fəndaxili inteqrasiyada, yəni necə deyim, tarix fənninin fərqli məzmun xəttlər arasındakı inteqrasiya olduğu üçün onu yəni fən daxilində götürək. Çünki üzr istəyirəm, tarix fənninin içində hərəkət edirik biz. Bu da aiddir fən daxili, fənlər arası, fənüst. Hamısı var demək olar ki burada. Düzgün cavabımız oldu C variantı. Daha sonra davam edirik kimya fənni ilə. Gəlin oxuyaq bir yerdə kimyanın suallarını və bir yerdə variant tapaq. Şagirdlərə müəyyən maddənin qızdırılması zamanı baş verən hal dəyişməsi ilə bağlı məlumat verilir. Onlardan temperatur artdıqca maddənin hissəciklərinin hərəkətinin necə dəyişdiyini izah etmələrini, bu prosesdə maddənin daxili quruluşunda baş verən dəyişiklikləri təsvir etmələri, istilik miqdarının maddənin hal dəyişməsi təsirini araşdırmaq. Baxın, dəyərli müdavimlər, maddənin hərəkətindən, cismin hərəkətindən, istilik miqdarının dəyişməsindən, maddələrin qızmasından, temperatur yüksəldən maddələrin hissəcikləri necə hərəkət eləyəcək və s. Kimya ilə hansı fən arasında inteqrasiya eləyir burada? Hissəciklərin hərəkəti, temperatur artanda necə hərəkət edirlər? Fizika fənni arasında inteqrasiya olduğunu görə bilərik. Düzgün cavabımız oldu nə? Fənlər arası. Bəli, düzgün cavabımız oldu A variantı. Daha sonra ikinci suala baxırıq. Gəlin bir yerdə sualı təhlil edək və inteqrasiyanı bir yerdə tapaq. Şagirdlərə müəyyən qatılıqlı duz məhlulu verilir. Onlardan məhlulun qatılığını hesablamaq, daha sonra su əlavə edildikdə qatılığın necə dəyişəcəyini müəyyənləşdirmək və bu dəyişikliyin məhlulun kimyəvi xassələrinə necə təsir etdiyini izah etmək tələb olunur. Elə cümlə başlayandan qurtarana qədər kimyadan danışdıq hələ ki biz burada. Deməli, qatılığı hesabladınız, sonra üstünə su əlavə elədiniz, sonra yenə dəyişiklik oldu. Kimyəvi xassələr necə dəyişdiyini təsvir edin. Bu kimya fənnindən söhbət gedir, dəyərli müdavimlərimiz. Kimyada da kimyanın məzmun xəttlərini gözümüzün qarşısına gətirsək, maddə və maddə aləmindən söhbət gedir, kimyəvi hadisələrdən, kimyəvi proseslərdən söhbət gedir. Kimyəvi hadisə daha doğrusu ikinci məzmun xətti kimyada. Yəni ki, fərqli məzmun xəttlərindən söhbət gedir. Ona görə olur fən daxili üfüqi inteqrasiya. Çünki hər hansı bir maddədən söhbət gedir, duz maddəsindən söhbət gedir. Orada məhlulun qatılığını hesablayırlar, müəyyən kimyəvi proseslər, hadisələr baş verir və s. Düzgün cavab oldu fən daxili üfüqi inteqrasiya D variantı. Daha sonra baxırıq üçüncü suala. Verilmiş maddənin formuluna əsasən onun hansı maddə sinifinə aid olduğunu müəyyən edin. Bu maddənin kimyəvi reaksiyalarda necə davrandığını izah edin. Və sonra həmin reaksiyaları hansı şəraitdə daha sürətli və daha səmərəli baş verdiyini əsaslandırın. Baxın, dəyərli müdavimlərimiz, sual buradan bura qədər davam elədi. Hansı fənni gördük? Kimya fənninin daxilində hərəkət edirik hələ ki. Bu kimyadan söhbət gedir. İndi kimyanın, baxın, sualı bir də oxuyuraq. Görək, burada sadə mürəkkəbə doğru dəyişim varsa şaquli götürəcəksiniz. Sadə mürəkkəbə doğru hərəkət edir, yəni siniflərin arasında. Verilmiş maddənin formuluna əsasən onun hansı maddə, yəni bu maddə hansı sinifə aiddir, onu tapın. Bu maddənin kimyəvi reaksiyada necə davrandığını izah edin. Vergül, sonda həmin reaksiyaların hansı şəraitdə daha sürətli və daha səmərəli baş verdiyini əsaslandır. Baxın, dəyərli müdavim, ixtisasımız kimya olmasa da baxırıq ki, məlumatlar sadədən mürəkkəbə doğru dəyişir. Əvvəl tapmalıyam ki, bu element hansı sinifə aiddir, sonra reaksiyada necə davranır, reaksiyada proses necə gedir, sonra həmin reaksiyada hansı element daha sürətlidir, daha səmərəli baş verib, hadisə artıq sadə mürəkkəbə doğru cəryan edir. Deməli, fən daxili vergül hansı inteqrasiya olacaq? Bəli, dəyərli müdavimlərimiz, şaquli inteqrasiya. Düzgün cavabımız oldu D variantı. Həm də ki, burada kimyanın fərqli məzmun xəttlərini görmürsünüz də, görsəydik üfüqi götürə bilərdik. Daha sonra dördüncü suala baxırıq. Məktəbin həyətinin bir hissəsində ağacların yarpaqlarının saralması. Baxın, dəyərli müdavimlər, biz hansı fənndən danışırdıq? Kimya fənnindən söhbət gedirdi. Burada ağaclar, yarpaqların sarılması və s. avtomatik biologiya olduğunu tapırıq. Deməli, 100% cavabımızda fənlər arası olmalıdır. Fənlər arası olmayan variantları avtomatik variantlardan çıxa bilərsiniz. Necə də bizə kömək oldu, variantların çoxu qaldı. Bu fənlər arası olduğunu tapdıq. Yenə də cümlənin ardını oxuyaq. Şagird torpaq və su nümunələri, torpaqda var, coğrafiya və s. onsuz da fənlər arası olduğunu tapmışıq.
Torpaq və su nümunələrini analiz edərək səbəbini araşdırır, nəticələri dəyərləndirir və ağacların sağlam inkişafı üçün tədbirlər planı hazırlayır. Yəni ki, məktəbin həyətində olan ağacların azalmasını istəmirik. İstəyirik ki, ağacların sayı çox olsun, oksigen miqdarı artsın və s. Bununla bağlı tədbir hazırlayırıq. Baxın dəyərli müdavim, bu real həyatı bir problemdirmi? İstəmirik ki, yarpaqlar saralsın, ağaclar tutaq ki, ağaclara ziyan olsun. Biz istəyirik ki, ağacların sayını artırıq, oksigen miqdarını artırıq və s. Sağlamlıqla bağlı bir hərəkətlər edirik. Deməli, bu nə ilə bağlıdır? Real həyatı problemləri həll edirik. Bu fənn üstü inteqrasiyadır. Deməli, fənlər arası olduğunu tapmışdınız da. Bir də fənn üstü də var burada. Fənn üstü inteqrasiya. O da hardadır? Y variantındadır, elə düzgün cavab. Fənlər arası, çünki burada biologiyadan söhbət getdi, torpaqdan söhbət getdi, kimyadan söhbət getdi. Oysa bu kimya fənninin sualı idi. Daha sonra fənn üstü niyə oldu? Çünki real həyatı bir problemi həll elədi. O da aiddir Y variantına. Düzgün cavabımız oldu Y. Daha sonra davam edirik coğrafiya fənninə. Baxın, coğrafiya fənnindən birinci suala. Şagirdlərə qədim yaşayış məskənlərinin yerləşdiyi ərazinin xəritəsi təqdim olunur. Onlar bu məskənlərin çay vadilərini, düzənliklərini və ya dağ-ətəyi sahələrin yerləşməsinin səbəblərini araşdırmalı. Coğrafi şəraitdə həmin ərazilərin erkən sivilizasiyadan söhbət gedir, qədim yaşayış məskənlərindən söhbət gedirsə, avtomatik tarix fənninə hərəkət etdiyini görə bilərik. İnteqrasiyanın növü nə olacaq? Fənlər arası, bəli, coğrafiyada görə bilərsiniz, tarix də görə bilərsiniz. Bu aiddir fənlər arası inteqrasiya. Daha sonra ikinci suala baxırıq. Şagirdlərə Azərbaycanın fiziki xəritəsi təqdim olunur. Onlardan ölkənin dağlıq və düzənlik ərazilərinin müəyyənləşdirilməsi və bu ərazidə əhalinin məskunlaşmasının niyə fərqli olduğunu izah etmək tələb olunur. Baxın, dəyərli müdavimlər, xəritədən söhbət gedir, dağlıq düzənlik ərazilərindən söhbət gedir, yenə də burada da ərazidən söhbət gedir və s. Deməli, bu elə coğrafiya fənninin içindədir. Bu fənn daxili inteqrasiyaya aiddir. Fənn daxili. Eyni zamanda da şaquli üfüqi olduğunu necə tapa bilərsiniz? Tutaq ki, variantların birində, indi variantınızda yoxdur, bəlkə ola bilərdi, fənn daxili şaquli də yazıla bilərdi variantların birində. Necə tapırsınız bunu? Bu, coğrafiyanın fərqli məzmun xətlərindən söhbət gedir. Coğrafi məkandan da söhbət gedir, hansı ərazidə necə olub. Bir də coğrafiyada digər məzmun xətlərindən biri cəmiyyət məzmun xətti. Çünki əhalinin hansı ərazilərdə məskunlaşmasından söhbət gedir. Coğrafi məkan, cəmiyyət məzmun xətlərindən söhbət gedir. Bu fənn daxili üfüqi inteqrasiyaya aiddir. Düzgün cavabımız oldu D variantı. Daha sonra baxırıq üçüncü suala. Şagirdlərə Azərbaycanın müxtəlif bölgələrində müşahidə olunan küləklərin istiqaməti, sürəti ilə bağlı məlumatlar təqdim olunur. Onlardan küləyin əsasən hansı ərazilərdə daha güclü əsdiyini müəyyənləşdirmələri və bu halın hava təzyiq fərqləri ilə necə əlaqəli olduğunu izah etmələri tələb olunur. Baxın, dəyərli müdavimlər, müxtəlif bölgələrdən söhbət gedir, küləyin istiqamətindən söhbət gedir, havadan söhbət gedir. Hansı fəndir bu? Tutaq ki, fənni bilmirik biz. Tutaq ki, burada yazılmayıb da, coğrafiya fənni olduq, yazılmayıb. Özümüz tapmalıyıq. Hansı fəndən söhbət gedir? Bir fəndir də, bu elə coğrafiyadır da. Coğrafiyadan kənara çıxdığı varmı? Situasiyada yoxdur. Bu fənn daxili inteqrasiya. Düzgün cavabımız elə A variantıdır. Daha sonra dördüncü suala baxırıq. Təsəvvür edin, siz yaşadığınız rayonda son vaxtlar kənd təsərrüfatında məhsuldarlıq azalır. Ərazinin iqlim və torpaq xüsusiyyətlərini nəzərə alaraq bu şəraitə uyğun bitki növlərini seçin. Deməli, bitki növlərindən söhbət getdi. Bu coğrafiyadan, bitkilərdən, ekologiyadan söhbət gedir burada. Uyğun kənd təsərrüfatı üsullarını təklif edin. Təklif etdiyiniz üsulların torpağın münbitliyinə, su ehtiyatlarına, ekosistemə təsirini izah edin. Tapşırığı da təqdimat formasında hazırlayın. Real həyatı problemlər həll olunur. Ərazinin iqlim qurşaqlarını araşdırmalıq, torpaq xüsusiyyətlərini nəzərə alıb, əhali üçün kənd təsərrüfat üsulları seçirik. Yəni, əhalinin məşğul olması üçün onlar üçün kənd təsərrüfat üsullarını təklif edirik. Burada bir çox fənlərdən coğrafiya var, biologiya var, ekologiya var və s. Burada fənlər arası inteqrasiya 100% var. Eyni zamanda da real həyati problem həll olunursa, hansı inteqrasiya idi? Fənn üstü inteqrasiya. Deməli, fənn üstü inteqrasiya var burada. Fənn üstü var. Daha sonra bir çox fənlər olduğu üçün, çünki burada bitkilərdən söhbət getdi, ekologiyadan söhbət getdi və s. Fənlər arası inteqrasiya var. Deməli, fənlər arası, fənn üstü inteqrasiya var. Bir də coğrafiyanın fərqli məzmun xətləri arasında ola bilər. İnteqrasiya da var burada. Ona görə götürürük fənn daxili. İndi şaquli üfüqi olduğu fikir verin. Dəyərli müdavimlər, heç yazmayıblar fənn daxilinin şaquli üstü üfüqi. Heç onu soruşmurlar bizdən. Ona görə düzgün cavabımız nə oldu? B variantı.
Yəni həmçinin burada təbiətlə bağlı coğrafi məzmun xətti var, cəmiyyət məzmun xətti var, əhalinin kənd təsərrüfatı və s. nəzərə alınır. Cəmiyyət məzmun xətti, təbiət məzmun xətti, üfüqi inteqrasiya heç onu soruşmayıblar bizdən, amma özümüz nümunə kimi tapa bilərik. Düzgün cavabımız oldu B variantı. Daha sonra davam edirik Azərbaycan dili fənni ilə. Müəllim şagirdlərdən mətndəki söz birləşmələrini müəyyənləşdirməyi, həmin sözləri cümlədəki nitq hissələrinə görə təhlil etməyi və mətndəki üslubun xüsusiyyətlərini izah etməyi tapşırır. Baxın dəyərli müəllimlər, Azərbaycan dilindən kənara çıxdıq biz bu sualda, çıxmadıq. Deməli inteqrasiya növü nə olacaq? Fən daxili, başqa fəndən söhbət getmədi, ancaq Azərbaycan dilindən söhbət getdi. Ona görə olur düzgün cavabımız fən daxili inteqrasiya. İkinci suala baxırıq. Müəllim şagirdlərdən mətndəki əsas fikri müəyyənləşdirməyi, həmin fikri əsaslandırmağı və bu mövzu ilə bağlı qısa yazılı nəticə formalaşdırmağı tapşırır. Mətni oxuyursunuz, mətnlə bağlı məlumatları araşdırırsınız və nəticəni yazılı şəkildə bildirirsiniz. Azərbaycan dili fənnindən kənara çıxdıqmı biz burada? Çıxmadıq. Deməli, yenə inteqrasiya növü nə olacaq? Fən daxili. Azərbaycan dili fənninin daxilində hərəkət edirik. Daha sonra üçüncü suala baxırıq. Üçüncü sualda nə yazılıb? Müəllim şagirdlərə Azərbaycanın təbii bölgələri haqqında mətni oxumağı, deməli mətni oxuyundur. Oxu məzmun xətti var. Azərbaycanda ikinci məzmun xətti. İşlənmiş terminlərin mənasını izah etməyi və mətndəki məlumatlara əsasən bölgələrdən birini təsvir edən esse yazmağı. Yazı yazmaq Azərbaycan dilində üçüncü məzmun xəttinə aiddir. Deməli məzmun xətləri arasında inteqrasiya gördük. Məzmun xətləri arasındakı inteqrasiya üfüqi idi, yoxsa şaquli idi dəyərli müəllimlər? Bəli, üfüqi inteqrasiya aiddir. Bəlkə də onu soruşmurlar bizə, amma biz yenə dəqiq sualları təhlil edirik. Fən daxili inteqrasiya var burada. Və eyni zamanda Azərbaycan təbii bölgələrindən danışırıq. Coğrafiya fənninə də hərəkət elədik. Deməli, düzgün cavabımız olacaq fən daxili, vergül, fənlər arası inteqrasiya. Fən daxili üfüqi də yazılsaydı, mötərizə, yenə də bunu götürə bilərdik. Düzgün cavabımız oldu C variantı. Daha sonra baxırıq dördüncü suala. Şagirdlər məktəbdə plastik tullantıların artmasını müşahidə edir. Onlar məsələyə hər kəsin diqqətini çəkməklə problemi həll etmək istəyirlər. Dəyişiklik səndən başlayır devizi altında maarifləndirici çıxış mətni hazırlayırlar. Hazırlıq zamanı elmi faktlardan, insan davranışlarını dəyişmək təşviq edən təsirli ifadələrdən istifadə edirlər. Sonra bunu məktəb auditoriyasına təqdim edirlər. Baxın dəyərli müdavimlərimiz, şagirdlər nəyi həll edirlər? Məktəbdə plastik tullantıların artmasını müşahidə edirlər və bu məsələ ilə bağlı bir deviz hazırlayırlar. Maarifləndirici kampaniyalar hazırlayırlar. Deməli, şagirdlər nə edirlər? Real həyatı problemi həll edirlər. Real həyatı problemlər həll olunursa, hansı inteqrasiyadır? Fənüstü inteqrasiya. Fənüstü inteqrasiya. Eyni zamanda da burada bir çox fənlərdən söhbət gedir. Həm Azərbaycan dili fənnindən söhbət gedir. Eyni zamanda şagirdlər ətraf mühiti, ətraf aləmi araşdırırlar. Daha sonra təsirli ifadələr yazırlar. Məsəl üçün, öyrəndiyini Azərbaycan dili həm məlumatları oxuyur, həm yazır. Fən daxili, üfüqi inteqrasiya, fərqli məzmun xəttlərindən söhbət gedir. Eyni zamanda da bunu hazırlamaq üçün bir çox fənləri bilmək lazımdır. Fən daxili, fən üstü, fənlər arası. Düzgün cavabımız oldu Y variantı. Şagirdlər real həyatı problemi həll edirsə, bu fənn üstü olduğunu avtomatik tapırıq. Daha sonra baxırıq təsviri incəsənət fənninə. Başlayaq birinci sualdan oxumağa. Şagird bədii naxış hazırlamaq üçün ölçü, simmetriya və təkrarlanma prinsiplərindən istifadə edir. Hazırladığı nümunəni müxtəlif materiallardan istifadə etməklə funksional məhsul hazırlayır. Deməli, məhsul hazırlayır və eyni zamanda da deyir, simmetriya, ölçmək, simmetriyalardan söhbət gedir. Burada bir çox fənlərdən söhbət gedir. Məsəl üçün, təsvir incəsənət fənni var, riyaziyyat var, məhsul hazırlamaq var. Ona görə sualın cavabı nə olur? Fənlər arası inteqrasiya. Düzgün cavabımız oldu. Məsələn, ölçmək, simmetriya harda olur? Simmetriya, ölçü anlayışları, ölçməyi hesablamaq riyaziyyat fənnində. Düzgün cavabımız oldu A variantı. Birinci sual çox rahat sual idi. 2-yə baxırıq. Şagird məktəbdə tullantıların düzgün çeşidlənməməsi problemi müşahidə edir. Avtomatik inteqrasiyasını hiss edirəm ki, artıq üstünüz tapmısınız. Bura qədər oxuduq, çünki bayaqdan buna oxşar sinonim suallar hədsiz çox idi. Və bu problemin həlli üçün təşəbbüs göstərdilər. O, tullantıların düzgün çeşidlənməsi mövzusuna maarifləndirici afişa hazırlayır. Deməli, tullantılarla bağlı bir afişa hazırlayır. Afişada rəsmlər, simvollar, rənglər və qısa mətnlər vasitəsilə tullantılardan hansı qutulara atılmalı olduğunu izah edirlər.
Hazırlanan afişa məktəbin girişinə asılır və şagirdlər ekoloji davranışa təsir göstərməyi hədəfləyirlər. Ekologiyadan söhbət gedir, yazı yazmaqdan söhbət gedir və s. Yəni ən azı bir neçə fənn olduğunu gördük. Bu fənlər arası inteqrasiyadır. Görək hansı variantda fənlər arası var? A-da var, B-də var, D-də var. Bunları işarələyir və eyni zamanda da hansı inteqrasiya? Real həyati problem həll olunduğu üçün hansı inteqrasiyadır? Fənnüstü inteqrasiya. Fənlər arası, fənnüstü ilə D variantı düz gəlir. Eyni zamanda şagird bir neçə fəndən istifadə elədi, afişa hazırladı, məlumatlar ora qeyd elədi, ekoloji davranış normalarını araşdırdı və eyni zamanda da real həyatı problem həll olundu. Fənlər arası vergül, fənnüstü inteqrasiya. Düzgün cavabımız oldu D variantı. Daha sonra baxırıq 3-cü suala. Şagirdlərə müxtəlif həyat vəziyyətlərini təsvir edən real bir səhnə seçməyi tapşırılır. O, seçdiyi hissəni ifadə etmək üçün yağlı boyadan istifadə edir. Təsviri sənətin müəyyən bir janrında rəsm çəkir. Sonra isə hazırladığı rəsmin hansı emosional təsir yaratdığını və istifadə etdiyi vasitələrdən bu duyğunu necə ifadə etdiyini obrazlı şəkildə əsaslandırmağı tapşırır. Deməli, bu uşaq həm şəkil çəkir, həm müəyyən obrazlardan danışır, həm müəyyən bir səhnə hazırlayırsa, bu fənlər arası inteqrasiyadır və eyni zamanda təsviri incəsənət fənninin müxtəlif məzmun xəttlərindən də söhbət gedir. Təsviri incəsənət məzmun xətti, cəmiyyət və təsviri incəsənət məzmun xətti də var. Təsviri və dekorativ yaradıcılıq, bir də estetik reaksiya. İndi ixtisası təsviri incəsənət olan müəllimə daha dəqiq biləcəkdir. Bu üç dənəsindən hansı ikisi arasında əlaqə yaranır. Ona görə fənlər arası vergül, fən daxili inteqrasiya götürə bilər. Çünki təsviri incəsənət fənnin içində də hərəkət edib, eyni zamanda da başqa fənlərdə hərəkət edib. Obrazlar, səhnələrin qurulması və s. Ona görə düzgün cavab olur fənlər arası vergül, fən daxili inteqrasiya. Qeyri-ixtisas suallarını tapanda ola bilsin ki, çətinlik çəkərsə, bu heç bir problem törətmir. Çünki imtahanda hər müəllimə öz ixtisasına uyğun inteqrasiya sualları düşür. Ona görə öz ixtisasınızın məzmun xəttlərini zəhmət olmasa öyrənin ki, imtahanda rahat şəkildə tapa biləsiniz. Davam edirik musiqi fənni ilə. Üzeyir Hacıbəylinin və Beethovenin bədii üslubunu, emosional ifadə tərzini müqayisə edin. Hansı bəstəkar emosiyaları daha aydın və təsirli şəkildə ifadə etdiyini müəyyənləşdirin. Dəyərli müdavimlərimiz, sual buradan bura qədər davam elədi. Burada musiqi fənnindən biz kənara çıxdıq. Çıxmadıq. Deməli, inteqrasiya növü nədir? Fən daxili. Düzgün cavabımız oldu? Fən daxili. Ancaq bir fənnin içində hərəkət elədik. İkinci suala baxırıq. Koroğlu dastanından bir parçanı seçin. Artıq Koroğlu dastanından deyib təxmini tapmışıq hansı fənn olduğunu. Bir parçanı seçin və operadakı musiqi ilə bu mətnin emosional və ideya yaxınlığını müqayisə edin. Bəstəkarın ədəbiyyatdakı musiqi, ədəbiyyat, operadan söhbət gedir. Bu fənlər arası inteqrasiyaya aiddir. Obrazı necə musiqiyə çevirdiyini və aşıq musiqinin hansı üslub və ifadələr, daha doğrusu ifadə vasitələrindən istifadə edildiyini müəyyənləşdirin. Bu fənlər arası inteqrasiyadır və eyni zamanda musiqi fənnindən də söhbət gedir. Musiqi fənninin içində musiqi aləmində emosional dəyərləndirən musiqi fəaliyyətlərindən, obrazlarından və s. söhbət gedir. Fən daxili, vergül, yəni musiqi fənninin daxilində hərəkət edir. Eyni zamanda da digər fənlərə, ədəbiyyat fənnində, Koroğlu dastanından söhbət gedir. Ona görə fən daxili, vergül, fənlər arası inteqrasiyadır. Düzgün cavabımız oldu A variantı. Üçüncü suala baxırıq. Fikrət Əmirovun şur daha doğrusu simfonik muğamının sizdə yaratdığı emosional hissləri, musiqidə istifadə olunan alətlərin, melodiyanın və tempin bu hisslərin yaranmasına necə təsir etdiyini vizual təqdimat hazırlayın deyir. Baxın, dəyərli müdavimlər, burada musiqi fənninin fərqli məzmun xətt, emosional dəyərləndirmədən, musiqi fəaliyyətindən söhbət gedir. Bu fənn daxili inteqrasiyaya aiddir, musiqi fənninin daxilində və eyni zamanda vizual təqdimat hazırlayın, yəni vizual şəkildə şəkillər hazırlayın. Musiqi fənnində vizual şəkillər olmur axı. Bu təsvir incəsənət fənninə keçid eləmək lazımdır. Məsələn, bəzi suallarda yazır ki, elektron təqdimatlar hazırlayın, musiqi, vergül, informatika. İndi fənnin adı o qədər önəmli deyil bizə. Vizual, yəni şəkil hazırlayın. O da başqa fəndə, təsvir incəsənət fənnə misal üçün keçid edirik. Fən daxili, vergül, fənlər arası inteqrasiya. Düzgün cavabımız oldu B variantı. Davam edirik texnologiya fənni ilə. Evdə istifadə olunan elektrik cihazlarından birinin enerji sərfiyyatını hesablamaq üçün məlumat topla. Bu məlumatlara əsaslanaraq cihazın gündəlik və aylıq enerji sərfini, bunun üçün ailə büdcəsinə təsirini müəyyən edin. Ailə büdcəsindən hesablamaqdan, həll etmək, vurub, toplayıb çıxmaqdan söhbət gedirsə,
Eyni zamanda burada cihaz hazırlamaqdan söhbət gedir. Texnologiya fənnini görürük. Hesablamaq, büdcəni hesablamaq deyirsə, bu da riyaziyyat fənninə aiddir. Texnologiya və riyaziyyat fənni arasında inteqrasiya edirik. Deməli, inteqrasiya növü nə oldu? Fənlər arası inteqrasiya. Düzgün cavabımız oldu B variantı. Baxırıq ikinci suala. Mətbəx üçün doğrama lövhəsi hazırlamaq üçün formasını və ölçüsünü seç. Hansı materialdan olacağını müəyyənləşdir, sadə eskizini çəkib onun iki üstünlüyünü qeyd etdir. Eskiz çəkmək varsa, yəni həmin doğrama lövhəsi üçün mən şəkil çəkirəm. Doğrama lövhəsi hazırlamaq, bildik ki, bu texnologiya fənnidir. Üstünə şəkil çəkirəm, hansı fəndir bu? Təsviri incəsənət fənninə aiddir. Deməli, fənlər arası inteqrasiya var burada. Eyni zamanda da texnologiya fənnindən emal texnologiyaları, məişət mədəniyyəti məzmun xəttlərindən də söhbət gedir. Burada mətbəxdən söhbət gedir, mətbəx avadanlıqlarından doğrama lövhəsi, yəni məişət mədəniyyətindən emal texnologiyalarından və s. söhbət gedir. Ona görə də fən daxili inteqrasiya. Fən daxili vergül fənlər arası inteqrasiya. Düzgün cavabımız oldu A variantı. Baxırıq üçüncü suala. Şagirdlərdən biri sinif otağında stulların bəzilərində boşluq olduğunu görür. O, bu stullarda balaca şagirdlərin də əyləşdikdə yıxıla biləcəyini nəzərə alıb stulları təmir edir və məktəb əşyalarına qarşı məsuliyyətli davranmağın vacibliyini yoldaşlarına bildirmək üçün sinif qapılarında bununla bağlı məktəb əşyaları bizim birgə məsuliyyətimizdə adlı posterlər hazırlayıb yapışdırmışdı. Baxın, dəyərli müdavimlərimiz, şagird neyini real həyatı problemi həll edib. Uşaq əyləşər, yıxılar və s. Bununla bağlı, bu problemi həll etməklə bağlı posterlər hazırlayıb. Həmin posterlərdə yazıb ki, məktəb əşyaları bizim birgə məsuliyyətimizdir və s. Burada həm yazı yazıb, yəni digər fənlərdə məsələn texnologiya idi, stolları düzəltmək və s. Eyni zamanda da real həyatı problem həll olunur. Bu fənn üstü inteqrasiyaya aiddir. Fənn üstü inteqrasiyadır və eyni zamanda digər fənlərdən söhbət gedir. Həm mən poster hazırladım, həm məlumatları mən ora qeyd edirəm. Azərbaycan dili ki, yazı yazmaq lazımdır və digər bir çox fənlər lazımdır. Yəni sırf Azərbaycan dili yox, bir çox fənlər lazımdır. Fənn üstü, bir də fənlər arası inteqrasiya. Düzgün cavabımız oldu elə A variantı. Hətta variantlarla hərəkət edə bilərsiniz. Sualın şərtində görürük ki, biz real həyatı problem həll olunur. Bəli, real həyatda olan, siniflərində olan bir problemi həll elə. Fənn üstüdür. Variantlara baxırsınız ki, fənn üstü harada? Bir dənə buradadır. Amma burada posterlər hazırlamaq, məsuliyyətli olmaq, davranışla bağlı söhbətlər gəlsə, deməli bir çox fənnin adı var. Ona görə fənn üstü, vergül, fənlər arası inteqrasiya götürürsünüz. Daha sonra fiziki tərbiyyəyə baxırıq. Bədənin əyilmə qabiliyyətinin sağlamlığa təsiri haqqında qısa məlumat oxuyub 3 müxtəlif əyilmə hərəkətini düzgün yerinə yetirir. Sualda fiziki tərbiyə fənnini kənara çıxdıq biz. Xeyr, ancaq fiziki tərbiyədən söhbət gedir. Öyrəndilən bir növ həyata keçirilir. Bu ancaq fiziki tərbiyədir, yəni fənn daxili. Düzgün cavabımız oldu A variantı. Daha sonra ikinci suala baxırıq. 100 metrlik məsafəni 20 saniyəyə qaçdığını nəzərə alaraq sürətini hesabla. Eyni sürətlə 150 metrə qədər 150 metrə nə qədər vaxt lazım olduğunu müəyyən et. Tənəffüs texnikasına əsaslanaraq bir neçə dəfə nəfəs alacağını təxmin et və bu göstəricilərə uyğun şəxsi sürət güc məşqi planını tərtib elədir. Bu fiziki fənnin içində hərəkət edirik hal-hazırda. Uşaqlar yəni neçə saniyə, nə qədər məsafəyə qaçacaqlar və s. eyni zamanda bunu hesablayacaqlar, həll eləyəcəklər, fənlər arası inteqrasiyada keçid eləmişik. Bir də fənn daxili, hərəki qabiliyyətlər, hərəki bacarıqlar, yəni fiziki tərbiyənin fərqli necə deyim, məzmun xəttləri arasında hərəkət eləmişsiniz. Fənn daxili, vergül fənlər arası. Dəyərli müdavimlər, bunu fənn üstü gəlib götürməyin. Çünki burada hansı həyatı problem həll olunur, hansı həyatı bacarıq formalaşır uşaqlarda. Fiziki tərbiyə dərsini öyrəndiklərini həyata keçirirlər. Niyə mən fənn üstü götürüm ki bunu? Əgər ağlınızda yəni kimsə fənn üstü düşünürdüsə, ona görə dedim ki, burada fənn üstü yoxdur. Fənn daxili də var, fənlər arası da var. Daha sonra üçüncü suala baxırıq. Son vaxtlar sinif yoldaşlarının dərs zamanı tez yorulduğunu, hərəkətsiz qaldıqlarını və çoxunun qamətində əyilmə müşahidə edən şagird sağlam həftə adlı layihə hazırlayır. Sinif yoldaşlarının fiziki vəziyyətini yaxşılaşdırmaq üçün uyğun hərəkətlər seçərək sadə bir məşq planı hazırlayır. Onların qidalanma vərdişlərindən, xüsusən də əzələlərin bərpasını və enerjinin təminini dəstəkləyən zulaldan, karbohidratdan söhbət gedir, su qəbulundan söhbət gedir. Deməli, fiziki tərbiyədən kənara çıxmışdıq. Zulaldan, karbohidratdan, sudan, biologiyadan, kimyadan söhbət gedir. Fənlər arası inteqrasiyanı tanımışıq. Və eyni zamanda baxın, şagirdlərin, sinif yoldaşlarının qamətində müəyyən
əyilmələr müşahidə olunur, sağlam qidalanmadan söhbət gedir, yəni sağlam həyat tərzi sürmürlər də bir növ. Bununla bağlı şagird Sağlam Həftə adlı layihə hazırlayır. Real həyatınızda olan bir problemi həll ediriksə, dəyərli müdavimlər, inteqrasiya növü hansı idi? Fən üstü inteqrasiya idi. Bəli, fənn üstü inteqrasiya. Fənlərarası olduğunu tapdınız, fənn üstü olduğunu tapdınız. Eyni zamanda da fənn daxili inteqrasiya. Çünki fiziki tərbiyədə müxtəlif məzmun xəttlərindən tutaq ki, şəxsiyyətin ənənəvi iradi keyfiyyətlərin formalaşması, hərəkət qabiliyyətlər, bacarıqlar, uşaqlarda müəyyən vərdişlərin aşılanması fiziki tərbiyənin içində hərəkət edir. Yəni fənn daxili, fənlərarası, eyni zamanda da real həyata problem həll olunduğu üçün fənn üstü inteqrasiya götürürsüz. Hətta baxın dəyərli müdavimlərimiz, fənn üstü A-da var, sonra C-də var. Bir də D variantında. Variant çıxaraq da hərəkət edə bilərsiniz. Bu A-nı çıxıram avtomatik. Nəyə görə? Çünki burada fənn daxili var. Fənlərarası axı yoxdur. Zülal karbohidrat, su qəbulundan söhbət gedir. Karbohidratlardan, zülallardan avtomatik digər bioloji, kimyada hərəkət eləmisiniz. Burada fənlərarası yoxdur. B-də tək fənlərarası var. C-də tək fənn üstü var. Yeni də çıxırıq. Çünki burada fənn üstü, fənlərarası yoxdur. Avtomatik nə götürəcəksiniz? D variantı. Ümumiyyətlə inteqrasiya suallarını dəyərli müdavimləriniz variantları çıxaraq da hərəkət eləyə bilərsiniz. Ümid edirəm ki, bu testin izahı sizlər üçün faydalı oldu. Dinlədiyiniz üçün təşəkkür edirəm.